vlog gəlir. Necədir? Yaraşdırdınız bu saçı mənə. Bir də çolkanı özüm istəmişdim. Mənə gəlir ki, mənə belə yaraşır. Nilayla gedirik hara? Salona. Saçımızı kəstirməyə. Bir də mənə çok önemli. Nilay da çox istəyir görək necə alınacaq. Hər birinizi yeni vloqumdan salamlayıram. Kanalıma xoş gəlmisiniz. Nəhayət ki, vaxt tapıb gedə bildik bibim qızının yanına. Gördüyünüz saç ustası bibim qızıdır. Bizim saçlarımızı ancaq o kəsir. Doğrudan da kəsimi əla. İllərdir saçımı ona kəsdirirəm, ona da öyrəşmişəm. Dediyim kimi məhəlləmizdə kəsdirmişdim, heç bəyənmədim. Ancaq bunun saç kəsimi superdir. Nilayı da götürdüm, getdim, saçımızı kəsdirdik ana bala. Biraz elə biləm ki, ikimiz bir-birimizə oxşardıq çolka falan. Ancaq o da Koreya qızlarına baxıb çolka istəyirdi. Çolkaların kəstirdik saçında. Əslində sonra fikir verdim ki, çox kəsdirmişəm, ancaq saçda da uzanır. Daha da uşağı yorur. Uşaq vaxtında o qədər saçım uzun olub ki, istəmirəm ki, uşağımın da saçı elə uzun olsun, əziyyət çəksin. Dedi ki, uzun saça öyrəşmişdim, amma eybi yox, uzanacaq. Tural deyən deyildi. Mütləq uşağın saçı uzun olmalıdır. Uşağın öz istəyinə buraxırıq. Mən Biz çolkam. kəsdirmiş ikimiz də eyni bir-birimizə oxşayırıq. Her zaman bizim şapkalarımız. Yoksa biz kesilir. Belə yerə. Ağacın rənginə baxın. Hayır. Parket. Parket nedir? Akşam bu Nilayla gedirik evə. Metroya düşürük. Наконец-то. Əllə baxalım. Saat 07:31 səhərdir. Yeni vloga başlayıram bugün. Bu mənim yeni saçlarım. Başlayım, hazırlaşım, işə getməliyəm. Hazırlaşım, sonra saçımı bir dənə yüngül fen çəkəcəm. Saçımı yumuşam, amma fen vurmamışam. Yəni ukladka falan heç bir şey eləməmişəm. Saçımın öz fidi budur. Bir də çolkalar kəstirdim. Videoda da gördünüz. Deməli, mən neçə müddətdir işə gedəndə hazırlaşıram və makyaj yüngül şeyləri göstərirəm, tuş falan çəkməyimi. Ancaq heç bir tonalli istifadə eləmirəm demək olar ki. Bəlkə də bir aydır ki, işə çıxıram da, bir aydan çoxdur. Təzə başlayanda bir həftə falan tonalli vurdum. Sonra gördüm ki, üzüm səfir. Ona görə tonalli vurmadım ki, dərim bir dənə özünə gəlsin. Ancaq rumiyana falan krem dilədim. Rumiyana falan belə şeylər vururam. Belə bir şeylər almışam. Həmişə ki, mənim sadiq qaldığım tuşum. Kontur almışam. Bundan da istifadə eləmişəm. Bu da qəşəng konturdur. Konsiler almışam. İlk görək necədir. Bundan istifadə eləməmişəm. 2 dəfədir. Yaxşıdır. Səhər Rahimə yola salıb. Mən hazırlaşana kimi gecikirəm də mən. Və tonalli vurmuram. Çünki hələ dərim tam özünə gəlməyib. Amma istəyirəm bir gün sizlə sırf makyaj videosu çəkim. Mən toylara gedəndə bir dənə oğlumun toyunda gedib Sura Hüseynin salonunda bəzənmişəm. Ondan başqa hansı toya getsəm də gedib bəzənmirəm. Düşünürəm ki, insan öz üz cizgilərini özü yaxşı tanıyır. Ona görə də ən gözəli evdə özünü bəzəməkdir. Mən şotka ilə dağıdıram. Tuş da çəkeyim. Axırda çəkməliydim, amma tələsirəm deyə tez bazar.
Sərindən də vurum. Qaşlarımı da tarayayım biraz. Highlighter da vurum. Gözləyirəm ki, saçlarım biraz uzansın. Çünki qısadır. Bütün yanan yerlərini götürdüm. Hansı ki, saçım keyfiyyətsizləşib. O hissələri kəstirdim. Ki, saçım özünə gəlsin. Saçım biraz uzanandan sonra çəkim. Saçım özünə gələndən sonra isə gedib saçımı rənglətdirəcəm. Yanmış yerləri kəstirmişəm saçımın. Görə saçım qısa gəlir mənə. İstəyirəm heç saçımı fenləməyim. Belə məncə yaxşıdır, havalı da qalır. Bir dənə darayıram. Fenləyib heç yandırmaq istəmirəm saçımı. Baxın, fenləmədən görün nə gözəl çolkalarımda havalı qalıb. Axşam saçımı yumuşam, səhərlər yumuram işə getdiyimə görə. Axşam yuyuram ki, soyuq olmasın da, səhərin soyuq olur, səhər durub gedirəm deyə. Ona görə yumuşam, saçımı qurulamışam və yatmışam. Bax, bu formada olubdu. Heç çolkalarımı klatqa eləməmişəm. Başqa vaxt eləyəndə heç belə yaxşı, havalı qalmır. Tural bəyənmədi, deyir saçım qısadır, uzun yaxşıdır, nəsə bəyənmədi. Ancaq mən bəyəndim saçımı. Yəni, niyə bəyəndim? Saçım elə bir təzələrdi, canlandı. Sizcə mənə çolka yaraşdı. Kəpənək formasında kəstirmişəm çolkalarımı. Bir də çolkanı özüm istəmişdim kəstirməyi. Mənə gəlir ki, mənə belə yaraşır. Necədir? Yaraşdırdınız bu saçı mənə. Yazın. Neyse, məndən bu qədər. İşə gedin. Nəyə gedirik şəhərə? Gəzirik. Rahim. Rahim. Rahimçik, işten geldim. Bu ikisi de gitmeyiblər. Nə məktəbə, nə bağçaya. Bu bağçaya getməyib. Evdə qalmaq istədi. Nilay da ona görə məcbur qaldı dərsdən. Çünki hamımız işə gedirik. Bu tək qala bilməz. Teşekkür ederim Nilay xanım. Mühteşem yemeğimiz. Da Rahimçik. Da? Da. Garajı. Evet. Neyse ben deyim ölürəm acından. Səhər yedim üstəyəm. Deməli, keçən dəfə də demişdim ki, mənim maşınımdan iyi gəlir. Nəsə açıq qoydum, paltaryandan sonra iyi qoxu getdi. Mən ümumiyyətlə neçə ildir paltaryan maşını işlədirəm.
heç vaxt kalbol falan belə bir vasitələrdən istifadə eləməmişəm. Ancaq limon duzuna istifadə edirəm. Tökürəm bura. Yəni şükür Allaha ki, hələ ki 2018-dən bu paltar yamaşım məndədir. Hələ bir dəfə də ustaya falan neysə bir problem yaşamamışam. Limon duzunu hər dəfə mən limon duzundan istifadə edirəm. İlk gündən barabanımı limon duzundan təmizləyirəm. Elə tökürəm. Burada töküm. Bir yerinə. Bir də qoxu gəldiyinə görə də limon duzundan soda bir yerə. Bax görsün, biraz nəmliyi var. Görün necə qaynadır. Bir də tökürəm alma sirkəsi. İndi burada tökəcəm. Paltaryan üstü başı da püskündədir. Qoralar niyə olur bilmirəm. Neyse bunu töküyorum. Qoralar nədən olur bilmirəm. Belə şey yox idi. Nəmlikdən kifləndim belə. Məndə bu rejim var. Açiska, baraban qoşuram. Getdi, özü təmizləyəcək. Üstün başını təmizləyim bunu. Üstünə qalıb. Niyə belə olub bilmirəm paltar yanım. Ləkədir bütün. Təmizləyim. Qopub, elə biləm ki, ləkədir. Ləkə deyil, qopub nəsə. Burada bir skrejimdə var belə. Ne kadar insanda karışmır. Rahim de mən elə yerdim. Rahim balaca olanda vəbşə gəlirdi. Bütün günü bunu fırladırdı. O rejime koyurdu. El vursa da karışmırdı. Bu rejim varsa eski rejim. Kilit. Oldu təmiz. Baxın iyi oldu. Gördünüz iç oldu tərtəmiz. Topraqlara baxaq əsas məsələ. Oldu təmiz. Doğrudan da limon duzu əladır. Siz də istifadə edin. Elə bir gün olması ki maşın işləməsin. Yəni bir problemi də olmuyor şükür Allaha. İlk dəfədir ki özümüzə belə bir su hazırladım. Düzdür, mən belə bir su rahim üçün eləmişəm, pürə kimi eləmişəm. Mən burada soğan falan oldu. Köklə brokilini qaynadıb, pürə eləyib vermişəm rahimə. Bu dəfə fərqli brokili su hazırlayıram. Belə vitamin deposudur. Hazırlayayım, görüm dadı necə olacaq. Kim brokili su hazırlayıb, yiyib, necə olub yazarsınız. Hələ ki qaynayır. Tam bişəndən sonra blenderdən keçiriləcək. Blenderdən keçdim. Oldu.
Bir neçə dəfə vloqlarımda göstərmişəm bu yolu. Bu yolda biz yürüşə çıxırıq tez-tez. Yəni yürüş dediyim qaçmaq deyil, gəzməkdir. Evdə olduğumuz gün hava yaxşı olsa, yəni külək olmayanda çıxıb bu yolu gəzirik. Bir dəfə də iş yoldaşlarımızdan çıxdıq, ailəvi gəzirdik. Gəzəndə getdik, gördük ki, bir dənə qara pişik var yolda. Elə bildik ki, anası oralardadır, tikinti yeri var idi. Eşik tapdıq, onun içinə saldıq ki, yəqin üşüyür, anası gələr tapar. O da sağ olsun, çıxıb yeşikdən düşüb arxamızca gəlir. Çox çirkin bəbəşədir, çirkin bəbəşə. Yolu çox gəlmişdik. Bir də gördük ki, uzaqdan qara nəsə gəlir. Otluqdan çıxıb səkiyə, səkidən baxıb görüb də biz də ki, uzaqdan gedirik, qaça-qaça arxamızca gəldi. Biz də yazığımız gəldi ki, bura trasdır, yolun qırağıdır, sürətli maşınlar gedir. Çıxar yola, birdən nəsə olar, maşın vurmasın deyə. Maşınlardan qoruya-qoruya onu gətirdik məhəlləmizə. Də pişiklər çoxdur, yeməklər də hamı alıb verir, yəni ac qalmırlar. Ona görə elə məsləhət bildik ki, gətirək məhəlləyə. Marketin qabağında pişiklərə qoşular, həm də yemək aldıq, verdik, su verdik. Yenə də əl çəkmirdi bizdə. Axırı ki, onu güvənli yerə gətirdik ki, yolda qalmasın. Maşın birdən vurar, ona görə güvənli yerə gətirdik. İnsanlar da sağ olsun, heyvanlarla çox gözəl rəftar eləyirlər. İşdən çıxdım, gəldim. Şəhərə gəlmişəm. Gedirəm burada Crescentə baxa. Saçım niyə belə olur? Crescentə baxacam, görüm nə var, nə yox. Üstümü qalmaq istəyirəm, şalvar almaq istəyirəm. Gedim, baxım. Evə getdimsə, evdən çölə çıxa bilməm. Yarpaqlar da sararır, töküləcək, payız gəlir, qış gəlir qabaqdan. Darıxıram elə bu aylardan ümumiyyətlə. Bəs mənalı söhbətlər edirəm. Ki, belə Turala demişəm ki, işdən çıx, gəl ora. Gəl bir yerdə baxaq. 19 manata belə. Köynəkdən hoşum gəldi. Çox bahalı qiymətinə görə. 55 manat. Qayıqız. Ayakkabılar da var, 95 manat. Neyse, beğenmedim. Gedin evə. Hiçbir şey tapmadım. Fiyx almışam, 2 kilo. Gedirəm kompoteriyə. Telefonumun birində çəkiyorum. Gəldim evə, yeməyimi yedim, çay içəcəm, sonra işlərimə başlayacağım. Yemək yəndə belə kuxnanın qapısını açıq qoyuram. Ümumiyyətlə kuxnada olanda gün ərzində açıq qoyuram ki, havalansın. Qapalı belə yerdə çox qala bilmirəm. Mən xoşum gəlmir də, təmiz hava, tez-tez otağın havası dəyişməlidir. Gelib baxıram ki, səma görür, necə gözəl görsənir. Yağış yağıb səhər. Burada səma belədir. Göy üzünü belə görəndə həmişə uşaqlarımı xatırlayıram. Nəsə belə havanı belə görən uşaqlarımı xatırlayıram. Gün görsənirsiniz. Ağda bulutlar dağınıq. Əla görüntüdür. Neçə müddət biləm gözünü qara görürdük. İndi mavini görürəm. Otur, getdi. Neyse, çay içelim, sonra da başlayalım. Başlayıram qablarımı yumağa. Bu arada sizə də bir müraciətim olacaq. Əgər kanalıma abunə olmamısınızsa, kanalıma abunə olun. Vloglarımı yaxınlarınızla paylaşın. WhatsAppınızda da paylaşa bilərsiniz. Mənə dəstək olmağı unutmayın ki, sizə daha da maraqlı, faydalı vloglar çəkim. Bir də mənim kanalımda necə bir vloglar görmək istəyirsiniz, necə vloglar çəkim, sırf təmizliklə bağlımı, yemək reseptlərimi, makyajmı, saçma haqqında, gəzmək, nə kimi mövzular görmək istəyirsiniz vlogumda, yoxsa başqa bir
bir şeyləri şərhlərdə qeyd edin. Mən də Instagramda daha çox, elə həmçinin YouTube'da da saçım qurmağımla bağlı yazırlar. Həmişə yaxınlarım da soruşur ki, necə o buruqları edirsən. Amma elə bilir ki, fenlə bağlıdır. Onun texnikası var. Bir dəfə vlogumu sırf ona aid edəcəm. Bir də gündəlik makiyajla bağlı çəkəcəm. İnşallah ki, bəyənərsiniz, maraqlı olar. Mən istərdim ki, izləyicilərimə daha çox nə maraqlıdırsa onu da çəkim. Yəni fikirlərinizi mənimlə bölüşün. Statistikalarda daha çox təmizliklə bağlı, bir də səhər işə hazırlaşdığım proses baxılır. Bir də ki, öz həyatımda yaşadığım hekayələrimlə bağlı, həyatımdan danışanda daha maraqla izlənilir. Ona görə istəyirəm ki, şərhlərdə fikirlərinizi yazasınız. Daha çox sizə nə maraqlıdır deyə ona uyğun vloqlar mən də hazırlayım. Keçən dəfə burada qab yuyuram, iyrənirəm də. Nə qədər ben xlor təmizləsəm də, elə bilirəm ki, orada qab çirklənir, bilmirəm, psixoloji nədirsə. Ona görə mən bu qabı xlorla yuyuram tez-tez və buraya yerləşdirirəm. Yuduğum qabları da bunun içinə yığıram təmiz. Suyu biraz çəkiləndən sonra götürüb silib yığıram yerinə. Bir nəfər yazıb ki, vay deyir, xanım şampunlar yuxarıdan deyir, tökülür qabın içinə. Diqqətlə yəni baxmayıbdır da, bilinir ki, yəni baxsa bilər ki, buradan axır gedir, bunun içinə düşmür, bunda aflığı var, hündürdür. Nəysə, deyirəm insanlar ümumiyyətlə yaxşı şey görmürlər, ancaq nəsə bir səhv axtarırlar ki, ona fikir bildirsinlər. Bu qədər fikirəm, nəsə yaxşı bir şeylər edirəm, heç ona fikir bildirmirlər. Amma nəsə bir səhv axtarırlar ki, tez səhv tutub fikir bildirsinlər. Mən bir şey fikir vermirəm. İnsan da ola bilsin ki, səhv, nə bilim, görüb, diqqətlə baxmayıb, amma yaxşı şeyə də heç bir şey, heç vaxt fikir bildirməzlər. Bilirəm ki, çox evdə hamı, analar daha çox varenyalar, şorabalar, kompotlar edir, bağlamalar edirlər. Travma kimi mənim beynimdə qalıb. Mamamdan sonra mən şorabalar, kompotlar, nələrsə yaydan hazırlayıb yığa bilmirəm. Bilmirəm, nəsə elə biləm travmam var. Çünki mama hər şey eləyirdi. Yəni tam ota qədər mama hazırlayırdı, bizə də verirdi. Mama xəstələnəndə, xəstəxanaya gətirməyə gedəndə xunasında doğal kompotları görmüşdüm. Sonuncu bağladığı onlar idi. Hələ ki 6 dənə butulka götürmüşəm. Çünki çoxdur məndə. Beyxanı 2 kilo almışam. Kilosunda 1 manat 50 qəpikdən almışam. Yəni çoxdur. Hələ ki bunları yuyum. Ondan götürdüm. Çatması yenə götürərəm banka. Qapağı əslində məndə azdır. O birisi lap balacalar üçündür. Bir də bundan böyüklər üçündür. Ona görə biraz baxacağım. Görün, qapaq buna uyğun getsə,
hamısını eləyəcəm. Bu qapaq heç getmir. Bu gedir. Bu da məndə yoxdur. Tural gəlir, işdən çıxıb gəlir, deyərəm alar. Mən bunları hazırlayana kimi sonra gəlib çıxacaq. Deyəcəksiniz ki, travmam var, bəs niyə edirsən? Bunu ən azından yayda edib saxlamıram gözümün qabağında. İndi silidir deyə feyxa kompotu edirəm. Bunu hardasa səhv eləmirəmsə 3 gün, 4 gün sonra içmək olar. Ona görə həm də xeyirli olduğu üçün, vitamin olduğu üçün feyxa kompotu elədim. Saxladığım feyxaları da başladım yumağa. Burada da bunları yuyurmuşam, qaynadacağım. İndi deyə biraz da bundan gətirdim. İstəyirəm 6 dənə də burada, 4 dənə də gətirim, 10 dənə eləyim. Biraz sonra qalsın. Gedim, 4 dənə də butulka gətirim. Yayda sevdiyim varenyaları hazırlayıram. İncil, gilanar, çiyələk, morul, börkən, zoğal, gilas. Bu meyvələrdən hansındansa vaxt edib alıb pişirə bilsəm, pişirirəm. Həm özüm xoşlayıram, həm də düşünürəm qonağa olanda süfrəyə həm də yaraşır. Belə ancaq şorabalar eləyim, varenyalar, kompotlar, bu cür şeylər hazırlamıram. Nə yalan deyim, etmirəm də. Dediyim kimi mamamdan sonra belə şeyləri hazırlamıram. Düşünürəm ki, bugündən sabaha etibarı yoxdur. Necə ki, mamam nə qədər şeylər hazırlamışdı və heç qisməti olmadı da, qamsı qaldı, əl işləri ortada, baxa-baxa qaldı. Heç bilmədik də kim apardı, yedi, neynədi, çəkmişdi nə qədər. Bilmirəm, ona görə də heç ürəyimdən keçmir elə şeylər hazırlamaq. Düşünürəm ki, ürəyim istəsə alıb yeyərəm. Belə bir şəkildə də qaynar suda mankaları qaynadıram. Onu biraz hissəsi. Bunların hamısını qaynatdım. İndi bütün qapaqları da tökürəm buraya, qaynasınlar. Başlayayım kompotu hazırlamağa. İlk dəfədir kompot eləyirəm. Yaxşı ki, bu YouTube var. Hər şeyin də resepti orada var. Baxdım YouTube'dan resepti götürdüm. İlk dəfə feyxa kompotunu özüm edirəm, tək edirəm. Heç kimdən də soruşmamışam. Burada da qaynatdığım butulkaları yığıram stolun üstə ki, rahat olsun. Mən orada meyvəni içinə rahat yığım. Feyxanın qabıqları qalın olduğuna görə bunu bütöv atmırsan, kompotda doğrayırsan, kifayət edər ortadan bölmək. Ancaq mən onu 4 yerə böldüm. Elə də eləmək olar ki, dadı yaxşı çıxsın deyə doğramaq lazımdır, bütöv atmaq lazım deyil. Hər butulkaya da 300 qram meyvə olsa daha yaxşı olar. Mənim tərəzimi sağ olsun Rahim qırıbdı. Ona görə də göz qərarı belə elədim. Ən azından 2 kilo feyxa 10 dənə butulkaya doğradım, yığdım. Yəni ondan 5-6 dənə falan belə saxladım yemək üçün. Hamısını bu butulkalara doğrayıb doldurdum. Yəqin ki, bəlkə də 300 qram olardı hər halda. Yazıq tökməyə qab yoxdur. Kağızdan edirəm. Belə. Necə edirəm? Onun da saklasın. Rəhim dəymə. Asın. Asın Yox, bakın. Gözdə balam, atasına deyil. Belə tutdum. Baxırıq, baxın belə. Gördünüz, ortası var. Oh my God. Teknoloji. Gördünüz, yine tekil var. Bunu bir eləyək. İkincini tökürəm. Buna bax, Rahim götürdü buraları. Sürdü, pesa.
İndi keçəm o birsinə. Daim eləmə. Neyse lan? Başımı şişirttin, ona tökmüşdüm görəsən. Hər yerə soğumda xeyir oldu mən bu. Kağızı düzəltmişəm, bir yerə tökməyim, bu da fırıq tök. Gördüğünüz kimi artıq kompotları hazırlayıb bitirmək üzrəyəm. Hər butulkaya bir dolu armud stəkanı şəkər tozu tökürəm. Sonra qaynar suyu birinci yarıya qədər tökürəm hamısını. Daha sonra isə doldururam. Qapağını möhkəm bağlayıram. Sonra isə çalxalayıram ki, şəkər dibində çöküb qalmasın. Şəkər təmiz yoxa çıxandan sonra kompot demək olar ki, işi bitdi, hazırdır. Vlogumu yekunlaşdırıram. Kanalıma abunə olmağı unutmayın. Mənə dəstək olun. Növbəti vloqlarda görüşərik.